Hal-hazırda əməliyyat edəcəyim bir pasiyent haqqında məlumat vermək istəyirəm. Uşaq 3 aylıq bir qız uşağıdır və uşaqda hamiləlik vaxtında 23-cü həftədə diaqnoz qoyulmuş anadan gəlmə hidronefroz var. Əslində hidronefrozlar böyrək genişlənmələri kimi bilinir və bunlar təqribən 80%-ə qədəri spontan olaraq, yəni əməliyyat etmədən öz-özündən geriləyib keçə bilər. Təqribən 10-15%-i bir ömür boyu böyrəyə heç bir zərər vermədən qala bilər. Amma çox az bir qism var ki, biz o hissəni əməliyyat etmiş oluruq. Yəni 3%-lik, 5%-lik bir qism var ki, sağlam uşaqların, yəni əməliyyat edilməyən qrupun içindən ayırmaq lazımdır. Uşaq doğulur, olunacaq ultrasəs müayinəsi çox önəmlidir. Xüsusilə 48 saat sonra olunan ultrasəs müayinəsi və 3-cü həftədə təkrar baxırıq. Böyrəyin ən vacib parametrlərini biz ultrasəs müayinəsi ilə görürük. Yəni böyrək hazırladığı sidiyi tam şəkildə axara göndərə bilmədiyinə görə, çıxışında bir darlıq olduğuna görə şişməyə, yəni böyüməyə başlayır. Yəni bir şarın şişmə mexanizmini nəzərə alsaq, boyu uzanıb, divarı incəlir. Eyni şey böyrəkdə də baş verir. Öncə böyləyən, sonra böyük kasalar, sonra kiçik kasalar, ondan sonra isə böyrəyin parenxima dediyimiz divarı incəlməyə başlayır və buna görə də dərəcə olaraq 1-ci dərəcə, 2-ci dərəcə, 3-cü və 4-cü dərəcə hidronefroz olaraq təsnifat olunur. Bu parametrlər varsa ki, bu uşaqda bunların hamısı var. Yəni ən son mərhələ, 4-cü mərhələ olan parenximanın incəlmə mərhələsi də var və böyrəyin süzmə fəaliyyətində də problem var. Bir müayinə də scintigrafiya müayinəsidir ki, bu da böyrəyin süzmə fəaliyyəti üçündür. Bunlar hamısı üst-üstə olduğu zaman və dediyim kimi ən əsas pay ultrasəs müayinəsinin üzərinə düşür. Biz bu uşaqlarda bu tip problemlərdə əməliyyat qərarı veririk. Əməliyyatda dar olan axarın segment hissəsi çıxarılır və pieloplastika dediyimiz sidik axarı böyrəyə sağlam olan hissəsi böyrəyə ləyəninə təkrardan tikilmiş olur. Belə bir əməliyyatdır və inşallah uğurlu keçəcək əməliyyatımız. Əməliyyat gedişatında istərsəniz o haqda da məlumat verərəm.